Salamlar. Bugün mən sizlərə Bandicam ekran görüntüsü almaq proqramını işlətməyi öyrədəcəm. Birinci Bandicam açılıb, gördüyünüz kimi. Birinci burada gəlir hədəf. Hədəf nədir? Hədəf bu birinci oyun çəkmək üçündür. Belə bu oyun çəkmək üçündür. Bu ekranı çəkmək üçün hansısa bir proqramı oyun çəkmək istəyirsiniz, ancaq bunu edin. Bu ekran tutun. Bunu ekran tutun. Əgər ekran çəkmək istəyirsinizsə, bu ekran bildiyiniz kimi bu pauza, saxlamaq, bir şey. Və çəkməyəndə burada qeyd var, qeyd basılır. Sonra burada yazıb C-User Soul Desktop. Müəyyən çıxış qobuğu, yəni video hara qeyd olunub, ora mən işçi masasını alacam. Bandicam daimi pəncərədə bunu heç qurtarmasalar, bunu heç qurtarmayan. Sonra burada video. Videoda başlamaq 7, dayanmaq 8, bunu dəyişə bilərsiniz. Bunlara heç qurtarmayan. Sonra burada yazıb nizamlar. Səsli qeyd. Dediyim kimi, indi səsli qeyd. Mikrofon, 3-cü deyibini basırıq, 2-ci də 4-cü deyibini basında səsli qeydi tam basırıq, səsli qeyd ola bilər. Sonra logo var, logo əlavə edin bu heyət, o sağ tərəfdə bir sol qanağına bir şeylər yazıb, nəyiz qurtalamayaq. Sonra yazıb effekt. Sistemdə sarı effekti belə rəngin satın dəyişə bilərsiniz belə. Variantlar, biraz qurtalamayaq. Tamam basaq. Görüntü. Şəkil çəkmək 6 və qısa yol söndürürük. 6 ilə şəkil çəkək, bunu söndürürük. Bu qısa yol ki, yəni basında düşün, şəkil çəkək dayanmadan. Məlumat özün belə. Yoxsa bunu qeyd etmə. Basanda internet şey gəlir, internetə gəlir. Belə. Sonuç bu qədər sağlam görsünüz. İnternetə girir. Sıxa bilərsiniz bunu. Şimdi bu kadar. Sağ olun.